Salam değerli şagirdler. OTK'nın 1 Mart tarixində 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanının suallarının izahını vereceğim. Video sizə faydalı olsun deyə çəkirəm. Sizdə zəhmət olmasa videonu bəyənməyi və kanala abunə olmağı unutmayasınız. Başlayaq 31-ci sualla. 3 rəqəmli ədədi 3-ə tam bölünürsə A-nın ən böyük qiymətini tapın. Ədədin 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. Burada A-nın alabileceği qiymətlər 2, 5 və 8 ola bilər. Ən böyük qiymətini soruşduğu üçün doğru cavab Y. 32. Kvadratik funksiyanın qrafiki absis oxunu -1, 0 və 5, 0 nöqtələrində kəsir. Funksiyanın artma aralığını tapın. Fikir versək, kökləri, kvadratik funksiyanın burada kökləri x1 bərabər -1, x2 bərabər 5'dir. Artma aralığı, fikir verin simmetriya oxuna, artma aralığı -1 ilə 5'in orta nöqtəsinə düşür. Yəni biz orta nöqtəni tapsaq və ya təpə nöqtəsinin absisini tapsaq, -1 üstəgəl 5 bölə 2 bərabər 2 alırıq. Parabolanın qolları aşağı yönəldiyindən qrafikə soldan baxsaq, mənfi sonsuzluqdan 2-yə qədər deməli funksiya artır. Eyni zamanda 2-dən müsbət sonsuzluğa qədər azalır. Bizdən artma aralığını soruşur. Doğru cavab Y. 33. ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə, A nöqtəsinin koordinatları 2, -1, B nöqtəsinin koordinatları isə -1, 3'dür. Eyni zamanda BC verilib 12. Bizdən AC'ni soruşur. Biz A ilə B arasındakı məsafəni iki nöqtə arasındakı məsafə düsturuna görə tapa bilərik. Yəni x2 çıxaq x1 üstəgəl y2 çıxaq y1'in düsturuna görə -1'dən 2'ni çıxsaq -3 kvadratı 9 üstəgəl 3'dən -1'i çıxsaq 4, 4'ün kvadratı 16. Buradan da kök alsaq 5. Beləliklə AB'ni də 5 tapdıq. Pifagor teoreminə görə AC'nin kvadratı bərabər olur kökün altında 5'in kvadratı üstəgəl 12'nin kvadratı. Beləliklə AC'ni tapdıq 13. Doğru cavab A. 34. Tənliklər sistemindən x çıxaq y fərqini tapın. Tənliyin ikincisini -2'yə vurub tərəf-tərəfə toplasaq, x'lər islah olunacaq. Buradan alaraq -y bərabərdir 7'ni -16 ilə toplasaq -9, y bərabərdir -9. Y aparıb tənliklərin birində yerinə yazsaq, ikinci tənlikdə yerinə yazıram. X üstəgəl 18 bərabər 8, buradan x bərabər -10. Bizdən x çıxaq y fərqini soruşur, yəni -10 çıxaq 9. Bu da bizə verəcək -19. Doğru cavab C. 35. Kompleks ifadəsində deyir, ifadəni sadələşdirin. Kəsrin surəti 1 çıxaq i-ni olduğu kimi saxlayaq. i üstü 7, biz bunu sadələşdirmək üçün qüvvəti 4'ə bölürdük. i üstü 4'ə böləndə 7'ni qalır 3 qalır. Bu bizə verir -i. Eyni zamanda i üstü 10, 4'ə böləndə i kvadratı, qüvvəti 4'ə bölüb qalığı götürürük. Bu da bizə verəcək -1. i üstü 4 də eyni zamanda bizə 1 verir. Verilənləri yerinə yazsaq, 1 çıxaq i üstü 7 -1 idi. Yəni 1 üstəgəl i. Məxrəc 1 çıxaq i üstü 10. 1 çıxaq -1. Yəni 1 üstəgəl 1. Eyni zamanda 1 üstəgəl i üstü 4 də 1'dir. 1 üstəgəl 1 bərabər. Surət kvadratlar fərqidir. 1 çıxaq i kvadratı. Məxrəc 2 vuraq 2. 1 çıxaq i kvadratı bizə i kvadrat -1, 1 çıxaq -1, 2, 2 bölək 4. Bu da ixtisar olunur. 2'də 1 qalır. Doğru cavab C. 36. 2 tangens x bölək 1 çıxaq tangens kvadratı x bərabər 1 tənliyini həll edin. 2 tangens x bölək 1 çıxaq tangens kvadratı x bizə tangens 2x'i verəcək bərabər 1. 2x bərabər tangens 1'i alır pi böl 4 üstəgəl dövrü yəni pi k, k daxil z. Buradan x'i tapsaq pi bölək 2'də 1'ə vursaq bütün hədləri üstəgəl pi k bölək 2 alarıq. Pi böl 8 üstəgəl pi k bölək 2. Doğru cavab B.
37. Surəti sadələşdirsək, x vuraq y kvadratı çıxaq x, üstə gəl x kvadratı y çıxaq y. Belə x y çıxaq 1. X y kvadratı ilə x kvadratı y-dən ortaq vuruq kimi x y-i çıxarsaq, mötərizədə y üstə gəl x qalır. Çıxaq burada mənfi 1-i çıxarsaq mötərizə xaricinə x üstə gəl y. Məxrəc qalsın x y çıxaq 1. Bərabər. Surətdən x üstə gəl y-i ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, burada alırıq x y çıxaq 1. Məxrəc x y çıxaq 1. İxtisar aparsaq x üstə gəl y alarıq. Doğru cavab D. 38. N-a bərabər 7, NB bərabər 4. BA-nın alt çoxluğu olarsa, NAB birləşməsi üstəgəl onların kəsişməsinin cəmini soruşur. NA 7, NB 4-dür. BA-nın alt çoxluğudursa, onda bunların birləşməsi alt çoxluğu deməkdir ki, B-nin bütün elementləri A-da var. Yəni, bunların birləşməsi elə NA-nın özünə, yəni 7-yə bərabərdir. Eyni zamanda kəsişməsi hər ikisində olan eyni ortaq elementlərdir. Bu da B-də olan elementlərin sayına bərabərdir. Bunların cəmini soruşur. 7 üstə gəl 4, yəni 11. Doğru cavab Y. 39. Kök 17 çıxaq 3 ədədinin kəsr hissəsini tapın. Ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır. Kök 17-dən 4 tam neçə kök almaq olur? Ondan 3 çıxsaq 1 tam neçə? 1 tam neçənin tam hissəsi 1 olduğundan verilən ədəddən 1 çıxsaq, kök 7 çıxaq 3 ədədinin kəsr hissəsini taparıq. Beləliklə kök 17 çıxaq 4 oldu kəsr hissəsi. Və bunu belə düşünə bilərsiniz. Kəsr hissəsi 0 ilə 1 arasında dəyişir. 3-ün kəsr hissəsi yoxdur. Bir dənə kök 17 qalıb. 17-dən neçə çıxmaq lazımdır ki, 0-1 aralığında dəyişsin. Yəni 4 tam ədədini çıxmaq lazımdır. 40. Oturacağın radiusu 4. Konusun yan səthin sahəsi 36 pi olarsa, konusun yan səthin sahəsi pi r l düsturu ilə tapılır. Bu bizə verilib 36 pi. P'lər ixtisar olunur. R'in yerində 4 yazsaq, 4 vuraq L bərabər 36, L bərabər 9 alırıq. Bizdən doğranın elə uzunluğunu soruşur. Biz də elə tapdıq 9. 41. D'ye paralel BC. D'ye BC-yə paralel isə, onda ABC bucağı ilə ADC bucağı bərabər. Eyni zamanda ASB ilə AYD bir-birinə bərabər olacaq. Bir üçbucağın iki bucağı, yəni üçbucaq ADY və üçbucaq ABC. İki bucağı bərabər olduğundan üçbucaqlar oxşardır. A bucağına fi desək, hər üçbucaq üçün ortaqdır. Verilənlərə uyğun nisbəti yazsaq, betanın qarşısı ADY üçbucağında 3, ABC üçbucağında betanın qarşısı 9 bərabər. Fi'nin qarşısında ADY üçbucağında 2, ABC üçbucağında isə BC. 9-dan 3-ü ixtisar aparsaq, buradan BC bərabər 3 vuraq 2, 6 alırıq. Bizdən də elə BC-nin uzunluğunu soruşur. Doğru cavab 6. 42. Sinus alfa bərabər 3-də 1 olarsa, tangens kvadratı alfanı tapın. Biz buradan həm Pifaqora görə, həm düzbucaqlı üçbucağa görə bunları müxtəlif formada yaza bilərik. Belə yazıram. Tangens kvadratı x bərabər tangens kvadratı sinus kvadratı alfanın kosinus kvadratı alfaya nisbət edir. Tangens alfa 3-də 1 olduğundan kvadratı 9-da 1. Biz kosinus kvadratı alfanı da tapmaq istəsək 1 çıxaq sinus kvadratı alfadan, əsas eynilikdən 1 çıxaq 9-da 1, yəni 9-da 8 alarıq. Yerinə yazsaq, bərabər 9-da 1 vuraq 8-də 9. Kəsri böləndə digərin tərsinə vurulur. Bu da 8-də 1 doğru cavab C. Eyni zamanda düzbucaqlı üçbucaqla da yaza bilərdik bunu. Alfa, sinus alfa qarşı katetin hipotenuza nisbətidir. Kök 3. Onda digər kateti tapa bilərik. 3-ün kök 3-ün kvadratından 1-in kvadratını çıxırıq.
Tangents kvadratını soruşur. Qarşı qatın bitişik qatına nisbətidir. Kvadratını soruşur. Buradan da tangents alfanı tapmaq istəsək, bu 3 kök 2 yazmış. Bu 3'dür, bu da kök 8'dir. Buradan elə tangents alfanı tapmaq istəsək, 1 bölək kök 8'in kvadratı. Bu da bərabərdir 1 bölək ilə 8. Bu da ikinci üsul. 43. Mərkəzi O nöqtəsində olan çevrəyə BC toxunanı çəkilib. Bucaq A 40 dərəcə. Bucaq A 40 dərəcədirsə, bura bir M nöqtəsi deyək. MB gövsün dərəcə ölçüsü 80 olacaq. Çünki bucaq A söykəndi gövsün yarısına bərabər olur. MB gövsü 80 dərəcə olduğundan bucaq B ilə söykəndiyi bu gövsün cəmi 90 dərəcə olacaq. Burada olacaq 10 dərəcə. Nəyə əsasən biz bilirik ki, iki toxunan çəkilibsə, toxunanlar arasındakı bucaqla gövsün dərəcə ölçüsü, daxildə qalan gövsün dərəcə ölçüsü 180-dir. Əgər düz mərkəzdən keçibsə, onda 180-i yarıya bölür. Eyni zamanda başqa formada da yaza bilərdik. MB gövsünü 80 tapmışıq, AB 100 olacaq. C bucağını tapmaq üçün 100-dən 80 çıxır, 2-yə də bölə bilərdik. Burada doğru cavab 10A. 44. ABC üçbucağında ABC üçbucağında CD median M nöqtəsi medianların kəsişmə nöqtəsi və üçbucağın medianlarını çəkək. Biz bilirik ki, üçbucağın medianları həmin üçbucağı sahəsi bərabər olan 6 üçbucağa ayırır. Yəni bunların hamısı bir-birinə sahəsi bərabər olan üçbucaqlardır. Bizə verilən SBMD medianların kəsişmə nöqtəsi M'dir. BMD 5 verilib. Onda BMD'nin sahəsi, verilən üçbucağın sahəsi 5 olduğundan bizdən SABC'ni soruşur. ABC də 6 dənə üçbucaqdan ibarətdir. 5 vura 6, yəni 30. Doğru cavab 44-də 30. 45. ABC ardıcıl tək ədədlərdir. İfadəsinin deyir, ədədi qiymətini tapın. Gəlin ABC-yə ardıcıl tək ədədlərdirsə, qiymətlər yazaq. 1, 3, 5 yazırıq ki, modulu sadələşdirə bilək. Birinci modulda modul daxili ifadə A, B-dən kiçik olduğu üçün mənfi, ikincində C A-dan böyük olduğu üçün müsbət, B-dən C-ni çıxanda isə mənfi alınacaq. Onda modulu sadələşdirsək, deməli mənfidirsə B çıxaq A kimi yazırıq, üstəgəl C minus A müsbətdirsə elə olduğu kimi C çıxaq A, üstəgəl B çıxaq C mənfi olduğundan C çıxaq B kimi yazırıq. B-lər islah olunur, buradan alırıq 2C vuraq 2C çıxaq 2A. Buradan 2-ni mötərizə xaricinə çıxarsaq, C çıxaq A alarıq. C ilə A arasındakı fərq bu qiymətdən asılı olmayaraq biz bilirik ki, iki tək ədəd arasındakı fərq 2-dir. İndi birinci ilə üçüncü tək ədəd arasındakı fərq isə 4 vahid olacaq. Yəni 2 vurulsun 4. Bu da bizə verəcək 8. 46. 46 radiusu 10 olan o mərkəzli çevrədə C-yə toxunanı və CA kəsəni çəkilmişdir. OD perpendikulyar AB. Perpendikulyarsa bilirik ki, AB vətənini yarıya böləcək. OD 8 olarsa BC parçasının uzunluğunu soruşur. OA radiusunu çəksək, OA radiusunu, bizə radiusun uzunluğu 10 verilib. Onda biz buradan AD-dən AOD üçbucağından AD-ni tapa bilərik 6. Eyni zamanda DB də 6 olacaq. Buradan YS OD-yə paralel olduğundan elə OY həm paraleldir, həm perpendikulyar. Deməli burada OD SY düzbucaqlısı alınır. OY radius olduğundan 10 olduğundan BC-yə X yazsaq, onda DC ilə DC'nin uzunluğu ilə OY'nin uzunluğu bir-birinə bərabər olacaq. Yəni 6 üstəgəl X 10-a bərabərdir. X də bərabərdir buradan 4-ə.
Yəni BS olacaq burada 4. Eyni zamanda buradan toxunan və kəsənin xassəsindən istifadə edib də yazmaq olardı ikinci üsuldan. Yəni necə? YS ilə 8 olacaqdı. 8-in kvadratı bərabərdir. AC vurulsun BS-yə. Oradan da yazmaq olardı. 47. 125-dən x-in yerini dəyişə bilərik. Bunu yazırıq x üstü loqaritm 5 əsasdan 125 bərabər 64. Buradan x üstü 5 əsasdan 125 bizə 3 verəcək 64. X bərabər buradan 4-ə. Bizdən tənliyi həll edin deyir. X-i 4 tapdıq. 48. Bunu mənfi 1-ə vursaq, bərabərsin hər iki tərəfini. X çıxaq 1, x çıxaq 5. Mənfiyə vurduğumuz üçün bərabərsizlik işarəsi əksinə dəyişəcək. Bizə soruşulan bərabərsizliğini ödəyən tam ədədlərin cəmini soruşur. Kökləri 1 və 5-dir. Ədəd oxu üzərində qeyd eləsək 1, 5. Əslində biz kiçik 0 olduğundan elə köklər aralığı bizim cavabımız olacaqdı. Sadəcə izah üçün bunu yazıram. Və 5-dən sağda müsbət, 1-5 arası mənfi, 1-dən solda mənfi müsbət olacaq. Bizdən soruşulan mənfi aralıqdır, yəni 1-5 aralığı. Bu aralıqda yerləşən tam ədədlərin cəmi 2, üstəgəl 3, üstəgəl 4. Yəni 9 alırıq. 48-də doğru. İlk 12 natural ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan təsadüfən 2 kart çıxartdılar. Çıxarılan birinci kartdakı ədədin sadə, ikinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. 1-dən 12-yə qədər ədədləri qeyd eləyək. On bir, 12. Deməli, 2 kart çıxartdılar. Ümumi 12 ədəd kartdır. 12-dən birincisi sadə ədədin. Buradan sadələri seçək. 2, 3, 5, 7, 11. 5 ədəd 12-dən 5 vuraq. Birini çıxartmışıq. Geriyə qalıb 11 ədəd. Deməli, 4-ə bölünən 1, 2, 3 ədəddir. 11-də 3 bərabər 5, 3. İxtisar aparaq 3 ilə 12-ni 4. Bu elir 44. Surətdə isə 5. 44-də 5. Eyni zamanda bunu kombinizonla da yaza bilərdik. İkinci üsul. Deməli, PA bərabər. Surətdə 5 dənə sadə ədəd var. 5-dən biri vuraq. Məxrəc 3-dən biri. Ardıcıl kartlar çıxarıldığı üçün permutasiya 12-dən 2. 12-dən 2 ilə 12 vuraq 11. Surət 5 vuraq 3-dür. Bunu da hesablasaq 44-də 5 alarıq. 50. ABC üçbucağında AB 8, DC 5 və bucağa 30 dərəcə olarsa BDC üçbucağının sahəsini tapın. B təpəsindən bir hündürlüyü endirsək, onda 30-un qarşısı, buradakı H-ı tapa bilərik. Hipotenuzun, yəni AB-nin yarısı olacaq, 4 olacaq. Bizdən də soruşulan elə BDC üçbucağının sahəsidir. BDC üçbucağının sahəsi SBDC bərabər 2-də 1 AH-dır. 2-də 1 vuraq 5, vuraq 8. Bu da bizə verəcək 20. Doğru cavab 50-də 20. 51. ABC'de düzbucaqlısında OC 3x üstəgəl 1, OD 5x çıxaq 7. Eyni zamanda CD 10'dur. Düzbucaqlıda diagonallar bərabər və kəsişmə nöqtəsində yarıya bölündüyündən onda OC ilə OD bir-birinə bərabər olacaq. 3x üstəgəl 1 bərabər 5x çıxaq 7. Buradan x'i tapsaq 2x bərabər 8, x bərabər 4 alırıq. Yerinə yazsaq 4, 3, 12, o da 1, 13, 13. Onda buradakı düzbucaqlı üçbucaqdan ACD-dən bizdə AC hipotenuz, CD katet olduğundan AD-ni tapa bilərik. Pifagora görə deməli 13'dür burada A-da. AD-nin kvadratı bərabər 26'nın kvadratı çıxaq 10'un kvadratı. Kvadratlar fərqi kimi yazsaq bunu
AD'nin kvadratı bərabər çıxsaq 16, toplasaq 36. Buradan AD'ni tapsaq 4 vuraq 6, 24. Deməli, AD'ni də tapdıq 24. Bizdən perimetri soruşur. 2 vuraq 10 üstə gəl 24. 34'ü 2'ye vursaq 68. Deməli 51'də doğru cavab 68. 52. Yaşları nisbəti 3/5 olan iki qardaşın 6 il sonraki yaşların nisbəti 3/4 olacaq. Qardaşların indiki yaşlarının cəmini tapın. Birinci qardaş olsun, bu da ikinci qardaş. Yaşlarının nisbəti biri 3x-dir, biri 5x. 6 il sonra üstəgəl 6 olacaq. Bunların nisbətidir 6 il sonra. Yəni 3x üstəgəl 6 bölək 5x üstəgəl 6. Nisbət 4'də 3 olacaq. Sadələşdirsək 15x üstəgəl 18 bərabər 12x üstəgəl 24. Buradan 3x bərabər 6, x bərabər 2. İndiki yaşların cəmini soruşur. X'i 2 tapmışıq. Biri 3x idi. 6 olacaq. Digəri 5x 10 olacaq. Yəni 6 üstəgəl 10 bərabər 16. Doğru cavab 16 olacaq burada. Piramidanın oturacağı katetləri 9 və 10 olan düzbucaqlı üçbucaqdır. Piramidanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Piramidanın həcminin düsturunu yazsaq V bərabər 3/1 S oturacaq vuraq H. Katetlər verilib S oturacağı buradan tapa bilərik. S oturacaq bərabər 2/1 AB düzbucaqlı üçbucaq olduğundan 2/1 vuraq 9 vuraq 10. Bu da bizə verəcək 45. Həcm verilib 120. 120 bərabər 3/1 vuraq 45 vuraq H. Buradan H'ı tapsaq 45 ilə 3 ixtisar olunacaq. 15, 120'ni 15'e bölsək 8. Doğru cavab 53'də 8. 54. AN ədədi silsiləsində ilk n ədədin cəmi SN-dir. S10 çıxaq S9. Bu bizə A10'u verəcək. Düsturumuz belədir. SN çıxaq SN çıxaq 1 bərabərdir AN. A10 bərabər 16. Eyni zamanda A12'dən 11'i çıxsaq A12 bərabər 10. Bizdən silsilənin 11-ci həddini soruşur. Biz bilirik, tərəf-tərəfə toplasaq A10 üstəgəl A12 bərabər 26. İndekslərin cəmi 22 olduğundan 2A11 bərabər 26, A11 bərabər 13 alarıq. Doğru cavab 54'də 13. 55. İclas zalındakı oturacaqların 20% doludur. Zala 96 nəfər gəldikdən sonra oturacaqların 60% dolu olarsa zaldakı oturacaqların ümumi sayını tapın. Zaldakı ümumi oturacaqların sayına ümumi x deyək. Onda dolu olanlar olacaq 0.2x, boş olanlar 0.8x. Deyir, zala 96 nəfər gəlir. Yəni 0.2x üstəgəl 96. Ümumi zalın deyir 60% dolur. Yəni 0.6x. Onda bu tənliyi həll eləsək 0.4x bərabər 96. Buradan 4x bərabərdir 960, x bərabər 240 alırıq. Bizdən ümumi sayı soruşur. Doğru cavab 240. Sağ olun, faydalı oldusa, zəhmət olmasa kanala abunə olmağı unutmayın.